Bildiyiniz kimi artıq hicri tarix ilə Zilhiccə ayı daxil olmuşdur. Zilhiccə ayı hicri tarixin sonuncu ayı hesab olunur. Zilhiccə ayının ilk 10 gününün fəziləti barəsində həm Allah Taala'nın kitabında, həm də Peyğəmbərin sallallahu aleyhi və səlləmin hədislərində dəlillər varid olmuşdur. Allah Taala Zilhiccə ayının ilk 10 günü barəsində öz kitabında xəbər vermişdir və həmçinin and içmişdir. Uca Allahın bir məsələyə and içməsi o məsələnin böyük və əzəmətli, fəzilətli olmasına işarədir. Uca Allah öz kitabında Fəcr surəsində buyurur: "Vel fəcr, and olsun dan yeri ağaran vaxta, və ləyalin əşrin, and olsun 10 gecəyə." Yəni Zilhiccə ayının ilk 10 gecəsi nəzərdə tutulur. Bu barədə dahi müfəssir İbn Kəsir, Allah ona rəhmət etsin, buyurur ki, ayədə keçən 10 gecə deyildikdə Zilhiccə ayının ilk 10 gecəsi nəzərdə tutulur. Necə ki, bu barədə İbn Abbas, İbn Zübeyr, Mücahid və başqaları söyləmişlər. Allah onlardan razı olsun. Və bu barədə də İmam Buxari, Allah ona rəhmət etsin, öz səhih əsərində rəvayət etmişdir.